Uşaqlar, sizə imtahana getməyimi danışmaq istəyirəm. Həm də biraz stresiniz, fikriniz dağılsın. Dərsdən, kitabdan bəlkə də yorulmusunuz. Siz də səhifəni izləyərsiniz. Çox belə trajikomik bir hadisə gəlib başıma. Sınav imtahana getməliyim. İlk dəfə dövlət imtahanı verəcəm. Yəni TQDK idi onda. TQDK-nın sınavına gedəcəm və gəlmişəm Bakıya, sınağı güclə bir təhər bilet almışam. Gəldim Binəqədi 248 səhv eləmirəmsə nömrəli məktəbdir və burada avtobus gedir, Binəqədi avtobuslarından biri gedir. 165 min gedir, hansı gedir bilmirəm həmin vaxtlarda. Və mən də mindim, dedilər ki, filan nömrəli avtobus gedir. Mən də baxdım ki, bu avtobus gedir, amma hara gedir ona baxmamışam. Bu da 8-ci mikrorayondadır, hardadır deyəsən Azadlıqda, səhv eləmirəmsə Azadlıqdadır. Mən də mindim avtobusa. Bu get. Axır birdən avtobus şoferinə yaxınlaşdım ki, ağsaqqal, bura neçənci mikrorayon? Dedi, bala, bura mikrorayon deyil. Buradan o yana baxdım ki, Bakı qutarır. Nə bilim, Mehdabadın axırına aparmışdı məni. Hara aparmışdı bilmirəm. Qayıtdım. Oradan gözlədim, elə o fırlanıb. Qaydanda mindim ondan qayıtdım. Qayıtdım. Tam gəldi o məktəbə ki, yaxın bir yerdə bir dənə oğlan deyir ki, qardaş, çatana yaxın mən səni deyəcəm. Birdən qardaş nəsə məktəbi gördümü, ya nəsə oldu, elə mənə dedi. Mən də o tərəfə gedəndə kişini vermişəm də, yəni 20 qəpik, 20 qəpiyin vermişəm. İndi o 20 qəpiyinə də düşəcəm. Elə bu dedi, düş burada, düş deyəndə biz kətdə öyrənmişik ki, avtobus elə saxlamır da, tormuz yaxşı işləmir. Elə gedə-gedə düşürük də. Mən nə bilim, bizim o kətdəki paz avtobusdan, sarı avtobusdan deyilmiş bu. Mən də elə ayağımın birini, özüm də arıq uşağam. Yəni 1.82-83 boyunda 60 kiloqramlıq adamı düşünün. Yəni çox qəribə bir tipdəyim, əyri bir şey. Ayağımın birini atdım. Əynimdə də ağ elə bilirdim ki, qolum böyüdü. Ağ damdar qollu, damdar bir köynəyi var. Ağapbadı dümağ. Bir dənə də şalvarım var. Çox enlidir, hədsiz enlidir də, torbalanır. Enlidir və çox parıltılıdır. Dəhşət qaradır, qapqara parıltılı. Ağ-qara geyinmişəm. O şalvar nə qədər enlidirsə, köynə də bir o qədər dardır, yəni yapışır. O arıqlıqda adama köynə də yapışır. Qəribə bir materialdır. Elə avtobus gedə-gedə ayağımı atdım yerə, dedim ki, elə ayağımı qoyub düşəcəm, bir də əziyyət verib saxlatmayayım da, utandım, saxla deməyə utandım. Kompleksim var. Elə avtobus gedə-gedə yerə də baxıram ki, yaxındır da, nədir ki, buradan vurur. Ayağımın birini qoydu, ikisini atdı da, birini qoydum, o biri yadımdan çıxdı. Vallahi bir onu gördüm ki, ayağımı qoydum yerə, bu biri ayağım, sol ayaq qalxdı, göydən bir dənə belə gəldim. Belə necəsə gəldim. Getdim qabağa, camaat görür ki, bu tulandı, düşdü də oradan. Yəni mən tullanmadım, avtobus tulladı. Düşdüm, bir dənə qabaqda da qəşəng bir dənə şalban var, qapqarada, mazutlu belə. Bunun ətləri qucaqladım belə. Əskərlikdən gələn bir-birini görməyən, ana bala bir nətər qucaqladım. Belə bunu necə qucaqladım, buraxmıram. Bunu buraxaram, buraxırım, belə biləm, dəyəcəm yerə. O qara mazut, ağ köynək, o köynək 3-cü kursa qədər saxlamışam, o qaralar üstündən getmirdi elə də. Camaat orada baxdı, düşdü, gəldilər belə ki, da batdığım batıb da, bundan oynan nə olacaq? Başlarım bulaya çıxdı, getdilər ki, bu ağınla çox getməz. Amma o şeyi tapdım, həmin vaxt Azərbaycan dilində sınavda qəşəng yazmışdım. Uşaqlar, ona görə də bu tip sakarlıqlarınız varsa qorxmayın. Bu zamanla düzəlmir. Həyatınız boyu belə davam eləyir. Həmişə belə şeylər eləyirsiniz. Gənclikdə birinci döngədən dönüb azadlığa qayıtmaq istədiyim halda gedib Mir Mövsüm ağanın yanına dönüb qayıtmışdım. Yəni belə şeylər insan həyatında olur. Belə şeyləriniz varsa özünüzdən fəxr eləyin. Canım özünüzün deyil. Keçin, gedin. Vecinizə dalmayın. Həyat bizim üçün elə belə gözəldir. Eşq olsun bizim kimi
arada sakarlığı tutanlara. Uşaqlar, bu sizin əhvalınızı açmaq üçün bir söhbət idi. Sizə imtahanda uğurlar arzulayıram. Bu arada bizim sıfırdan başlayan qruplarımıza qoşulmaq üçün həm mətn, həm sınaq, həm də dərs qruplarımıza qoşulmaq istəyənlər 055 597 0151 yaza bilərlər. Hələlik sağ olun.